ziyarətgahındayıq. Hasarı ki, daxil olduğu üzəri 4 bir tərəfdən. Peyğəmbərimizin huzurunda sayılır. Elə bilirik, Peyğəmbərimiz dayanır, biz də onun qabağındayıq. Əhl-i Beytin hədisləri çoxdur ki, bizi sağlığımızda ziyarət eləməklə, inamızı dəyişəndən sonra ziyarət eləməyin heç bir fərqi yoxdur. Bizim cismani olaraq Peyğəmbər dünyasını dəyişir, aparıb Müslüman edib, İmam Əli'ni dəfn edir. Amma elə bilək ki, sağlığında necə görəriksə, eynidir. Hökmü eynidir. Qiyamətdə inşallah hər birimizə məlum olacaq. Biz necə yaxına gələcək. Deməli, Peyğəmbərimizin hərəminin ərazisi hasarı daxil olandan sayılır, bayaqları dedim. 4 bir tərəf. Peyğəmbər hərəminin ərazisi 400 min kvadrat metr. 400 min kvadrat metr. Ziyarətgahın həyətində, ərazisində eyni vaxtda 700 min nəfər namaz qılar. Xüsusilə Fikir bayramında, Qurban bayramında bilinir. Ayaq basmağa burada yer olur. Cümə günlərində çox olur, amma gündəlik namazlarda da belə olur. Sıxlıq olur. Gündə 5 nəfər. 400 min kvadrat metrdən ibarət olan ziyarətgahda, yəni Peyğəmbər hərəmində 10 dənə minarə var. Gördüyünüz minarələr ki var, baxın belə-belə. Onlar bizə çox görsənə bilir, 10 dənədir. Və hər biri 105 metrdən ibarətdir. Qalan kiçik çətirlər ki var, baxın bunlar. Qaranlıqdır deyənə sütuna oxşuyur. Baxın onlar. Amma günəş çıxanda səhər-səhər gözü ilə görmək də olur. Bir də görsən zəvvarlarla görür. Günəş hava açıldıqca, günəş çıxdıqca o çətirlər belə açılır. Ziyarətgahın üstünü örtür biraz. Nisbətən ki, zəvvarları isti vurmasın. Günəşdən qorusun. Peyğəmbərimiz haqqında bayaq da qeyd elədik ki, biz necə danışaq ki, məsuliyyət tələb edir. Haqqında Quran-ı Kərimdə Allah Taala danışır. Allah Taala Peyğəmbərimiz Quran-ı Kərimin dili ilə, Allahın dili ilə desək, bütün bəşəriyyətə nümunədir. Yəni, Peyğəmbərə baxıb bütün əməllərimizi görə bilərik ki, necə eləməliyik, hansı əməli, özümüzü necə aparmalıyıq. Peyğəmbər ömrünü o qədər namaz qılsa da, ömrünü o qədər kimsəsizlərə dayaq vurdu, falan elədi, nə qədər işlər gördü. Bütün bunlar bir kənara Peyğəmbəri bir neçə xüsusiyyəti ilə Allah Taala tərif edir.